إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا ما يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Bir daha Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu qardaşlar. Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, bizləri bu cür gözəl bir məclisdə cəm eləyib, özünü zikr etməyə müvəffəq eləyib, fürsət yaradıb Allaha həmd olsun. Buna görə Allah Azza və Cəlləyə xüsusi həmd səna etməliyik. Bəli qardaşlar, Uca Allahın izni ilə bugün Umdatul Əhkəm kitabından Peyğəmbər sallallahu aleyhi və səlləmin namazının sifəti bölümünə başlayırıq. Bəbu sifəti salatin nəbi sallallahu aleyhi və səlləm. Əl-hədithul əvvəl. Peyğəmbər sallallahu aleyhi və səlləmin namazının şəkli, sifəti, forması bölümü və birinci hədis. An Əbi Hüreyrə radiyallahu anhu qal, kənə Rasulullah sallallahu aleyhi və səlləm İzə kəbbərə fis-salati səkətə huneyhətən qablə ən yəqra. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm namaza təkbir gətirəndən sonra biraz susurdu. Fəqultu ya Rasulallah, mən dedim ki, ey Allahın elçisi, bi əbi əntə və ummi, atam, anam sənə fəda olsun. Ərəeytə sukutəkə beynə təkbiri vəl qiraə. Mə təqul, deyir, qiraətlə təkbirin arasında o sustuğun zaman nə dediyi xəbər verə bilərsən, nə dediyi bildirə bilərsən mənə? Nə deyirsən o zaman yəni? Qal, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, aqulu, deyirəm ki, deyir, Allahümmə ba'id beyni və beynə xatayaya kəmə ba'adtə beynəl məşriki vəl məğrib. Şərqlə qərb uzaq olan kimi mənimlə də günahlarımın arasını elə uzaqlaşdır. Allahümmə nəqqini min xatayaya kəmə yunaqqəs thawbul əbyadu minəd-dənəs. Ağ paltar kirdən necə təmizlənirsə, məni də xətalarımdan, günahlarımdan o cür təmizlə. Allahümmə qsilni min xatayaya bil-mə'i vəth-thəlci vəl-bərad. Allahım, məni xətalarımdan suyla, qarla, buzla və doluyla yu. Bu hədisi İmam Buxari rəvayət edib 744-cü hədisdir və Muslim rəvayət edib 598-ci hədisdir qardaşlar. Deməli, şeyx buyurur ki, müəllif burada bütün hallarında Peyğəmbər sallallahu aleyhi və səlləmi örnək götürməli olduğumuzu bildirir. Bütün hallarımızda. Və xüsusilə də namazda. 2 şəhadətdən sonra namaz İslamın ikinci şərtidir, ikinci rüknudur. Ona görə də yəni insan çalışmalıdır ki, bu məsələdə də Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilik göstərsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm digər hədisdə buyurur ki, sallu kəmə rəaytumuni usalli. Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın. Bu hədis də Buxaridə gəlib 631-ci hədisdir. Və az öncə oxuduğumuz hədisdə istiftah dualarından biri idi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin namaza başlayarkən qiraətdən öncə oxuduğu dualardan biri idi və bu kimi Peyğəmbər sallallahu aleyhi və səlləm başqa növ istiftah, açılış duaları da oxuyub. Məsəl üçün onlardan biri gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dua eləyərək deyər ki, vəccəhdu vəchi lilləzi fətərəs-səməvəti vəl-ardı hanifə. Yeri, səmaları yoxdan yaradan Allaha tutdum və digər, yəni dua uzundur. Sonra gəlir digər dua, Allahümmə əntə nurus səməvəti vəl-ard. Allahım, sən yerin və səmaların nurusan. Və digər hədis, digər dua, Subhanəkə Allahümə və bihəmdik və təbarək əsmük və tealə cəddük və la iləhə qayruk. O hansı ki, ən məşhur olan duadır deyək, zikirdir. Burada deyir, Subhanəkə Allahümə və bihəmdik. Allahım, sən pak və müqəddəssən. Həmd sənə məxsusdur və təbarək əsmuk, sənin adın mübarəkdir və tealə cəddük, cəddin ucadır. Burada həmd sənalar var. Ona görə deyir, bax bu həmd sənalar olduğu üçün bu zikirdə İmam Əhməd rahimehullah deyir, bunu seçmişdi. Ömər radiyallahu anh deyir, həmən o duanı
az öncə oxuduğumuz an Subhanəkə Allahumma və bihamdik və təbarəkəsmük və təala cəddik. Bu duanı səsli deyirdi ki, deyir. Hətta insanlar deyir bilsinlər bu duanı, bu zikri. Azca səsini qaldırdı ki, bilsin ki, nə oxuyur yəni. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsini yaşatmağın hərisliyindən idi. Və sonra digər bu cür istiftah dualarından bir də Allahumma Rabbə Cibrail və Mikail, bu da uzun duadır, bu cür başlayır. Buyurur ki, şeyx deyir, yaxşı olar ki, deyir, İnsan bu dualardan sadəcə birini seçib, sadəcə onu oxumasın namazında. Digərlərini də arada oxusun ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyi kamilləşsin. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm biz çalışırıq hər şeydə tabi olaq, düzdür? Və namazın, indi gələcək hədislər, namazın necə qılıb Peyğəmbər sallallahu aleyhi və səlləm biz də o cür qılmağa çalışırıq və s. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm o istiftah dualarını sadəcə birini eləməyib. Fərqli dualar edib. Ona görə deyir ki, yaxşıdır ki, o digər dualardan da, digər zikirlərdən də istifadə olunsun namazda ki, tabiçilik kamil olsun. Tam tabiçilik olsun Muhammed sallallahu aleyhi ve sellemə. Yəni namazı o necə qılıbsa, biz də o cür qırıq. Yəni bəzən bu duanı eləyirik, bəzən digərini eləyirik. Və həmçinin deyir ki, gecə namazlarında uzun-uzun, Allah hər birimizə müvəffəq eləsin, uzun-uzun gecə namazları qılanda deyir, həmən o duaların uzun olanlarını seçmək daha münasibdir. Burada o dua ki var, Allahumma ba'id beyni və beynə xətayaya, mənimlə xətalarımın arasını uzaqlaşdır. Yəni, bu nə deməkdir? Yəni, xətalarım məndən uzaqlaşdır, məni də xətalarımdan uzaqlaşdır. Yəni, bağışla məni. Məni o günahlardan uzaqlaşdır. Düşməyim o günahlara bir də. O mənadadır. Bu da necə olur? Birincisi, insan etdiyi günahlara tövbə eləyir, Allah onu bağışlayır və əvəzinə qat-qat savabları, həsənətləri artır. Gələcəkdə də baş verə bilən günahlar var axı, düzdür? Deyir, insan deyir, bu cür dua eləyəndə Allah onun keçmiş günahlarını bağışlayır. Keçmiş günahlarını bağışlanmağını istəyirsən sən, istiğfar edirsən, tövbə edirsən və həmçin gələcəkdə baş verə biləcək günahları tərk etməklə onlardan da uzaqlaşırsan. Və bu da deyir, qul üçün bir xoşbəxtlikdir. Qul üçün bir xoşbəxtlikdir ki, hal-hazırda olan günahları, yəni keçmişdə etdiyi günahları Allah bağışlayır, gələcəkdəkilərdən isə onu qoruyur. Sonra deyir, bax burada fikir verin duada nə deyir? Allahümmə nəqqi min xatayaya. Allahım, məni deyir, xətalarımdan təmizlə, paklaşdır. Ancaq kirli bir şeyi paklaşdıra bilərsən sən. Batmış bir şey, ləkələnmiş bir şey. Və sonra deyir, fikir verirsinizsə Peyğəmbər sallallahu aleyhi ve sellem burada ağ paltarı, ağ rəngi xüsusi qeyd edir. Deyir, ağ paltarı necə ləkələrdən təmizləyirsənsə, məni də o cür xətalarımdan, günahlarımdan təmizlə. Və bu deyir, xüsusilə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem xüsusilə bu ləfzləri seçib. Çünki deyir, ağ elədir ki, az bir ləkə də olsa, az bir kir də olsa orada dərhal nə edir? Üzə çıxır. Dərhal görsənir. Qul kiçik bir günah etsə də, onun dərhal nədir? Təsirini öz qəlbində hiss eləyir. Və şübhəsiz ki, o cür kiçik ləkələrdən, belə deyək ki, kiçik günahlardan özünü təmizləyən insan böyüklərdən daha da şiddətlə çəkinir. Və həmçinin deyir ki, qəlb deyir, ağ paltar kimidir. Ağ paltar kimidir qəlb də. Qul hər dəfə günah etdikcə, xəta etdikcə o qəlb kirlənir. Yəni, qəlbə qara ləkələr düşür, qara nöqtələr düşür. Allah qorusun, hətta bunlar o qədər çoxala bilər ki, necə ki, bu da digər hədislərdə gəlir, qəlbi tamamilə ələ keçirə bilər o günahlar. Qəlb bürünə bilər, möhürlənə bilər. Və belə olandan sonra nə olur? O haqqı kimi görmür. Nə də ona əməl etmir. Haqqı haqq kimi görmüyorsa niyə əməl etsin ki? Haqqı haqq kimi görmür. Haqqı əksinə batil kimi görür. Ona görə ona əməl etmir və əksinə batili də haqq kimi görür. Amma deyir, nə vaxt ki, yenə də bax Allah Azza və Cəllənin mərhəmətindəndir. Nə vaxt ki, o daimi bir şəkildə Allaha yönələrsə, tövbələr eləyərsə, nasuh tövbələr, səmimi qəlbdən, Allah Azza və Cəllə onun qəlbini, bax o ağ paltarın yuyulub təmizləndiyi kimi yuyub təmizləyir. Necə də deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem burada gözəl bir misal çəkir. Qəlbi ağ paltara bənzətməklə. Bu hədisdə deməli nə var? Qardaşlar, bax fikir ver, nə deyir orada? Deyir ki, məni günahlarımdan, xətalarımdan yu, təmizlə, su ilə. Sonra deyir, qarla, buzla, dolu ilə. Və digər başqa bir hədis də var, onu keçən dəfə də oxumuşuz. Orada deyir ki,
soyuq su ilə. Burada deyir qaynar su, isti su demir. Allah elçisi sallallahu əleyhi və səlləm isti su demir, qaynar su demir. Halbuki deyir, belə baxanda kirlər, ləkələr isti su ilə daha yaxşı təmizlənir. İsti su ilə daha yaxşı təmizlənir, amma bununla yanaşı nə edir? Onu yumuşaldır. Onda bir rahatlıq yaranır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, burada soyuq su ilə yuyub təmizləməyini deyir, qəlbini soyuq su ilə yuyub təmizləməyini istəyir. Mücərrədən soyuq su ilə yox, buzla, qarla, dolu ilə. Bu nə üçündür deyir? Deyir, çünki soyuq su təmizləmə vasitəsi kimi yəni təsirlidir Allahın izni ilə. Eyni zamanda möhkəmləndirir. Həm təmizlənir, həm də möhkəmlənir. Qəlb həm də möhkəmlənir o soyuq su ilə yuyanda. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm məhz soyuq suyu misal çəkir. Qəlb günahlardan təmizlənmiş olur və Allaha itaətdə də möhkəmlənmiş olur. Allah bizlərin də qəlblərini o cür günahlardan, xətalardan təmizləsin.